Ha, gecə saat 2-dir. Şəhəri gəzirəm və deyəcəksiniz ki, sən kabrioletdəsən? Xeyr. Belə bir robotun üzərindəyəm. Bu toz soğuran deyil bu arada. Çoxunuz elə bilər ki, bu toz soğurandır, amma xeyr, toz soğuran deyil. Çox sürətlə gedirəm. İnşallah heç yana girmərəm. La 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 la. Yəqin gecə pul qazanmağa çıxıb. Yaxşı ki, atamadı İsmail, yıxılıram. 60 sürət. Psixoloqların psixoloqa ehtiyacı var söhbəti çox normal bir söhbətdir. Niyə psixoloqların psixoloqa ehtiyacı olmasın? Çox normal, çox normal bir söhbətdir. O qədər problemli adamlarla işləyirik. Bizim də artıq psixologiyamız, psixikamız korlanır. Ümumiyyətlə, ekstremal idman növlərini çox sevirəm. Paraşütdən atlanmaqdır. Ekstremal idmanlardan bir dənə evliliyi sevmirəm məsəl üçün. Ona görə hələ ki evli deyiləm. Tam belə ekstremal olandan sonra artıq evlənəcəm. Biləcəksiniz ki, oyda. O necə də bir cəsur insandır. Belə paraşütdən atlaram, xizək, nə bilim, dalğıcılıq, qırmızı dəniz, tək təkərin üstündə 60-la getmək. Harasa girsəm parça-parça olacam, amma ki hələ ki girməmişəm. Rəbbimə şükürlər olsun, hələ ki dayanaq. Ah, tanrım. Dostlar, sağlamlığınıza fikir verin, özellikle psixi sağlamlığınıza. Sizi sevirəm və siz heç bir şey edə bilmərsiniz.